Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Tarix dərslərimizin izahına davam edirik. İzah eləyəcəyim mövzu 9-cu sinif Azərbaycan tarixindən birinci paragraf Şimali Azərbaycanda müstəmləkə rejiminin yaradılması və möhkəmləndirilməsi. İlk öncə qeyd edeyim ki, mövzumuz bir qədər genişdir. Təxminən 13 slayddan ibarət olacaq. Ancaq mövzumuz geniş olsa da maraqlı mövzu olduğuna görə ümid edirəm ki, hər biriniz səbirlə dərsi sona qədər dinləyəcəksiniz. İlk öncə gəlin mövzumuzda qeyd olunan müstəmləkə sözünə nəzər salaq. Müstəmləkə sözü nə deməkdir? Bu sözə qısa izah verək. Deməli, müstəmləkə sözü. Müstəmləkə sözünü biz iki sözünə yadda saxlaya bilərik. Satış və xammal. Satış və xammal. Yəni, Şimali Azərbaycan ərazisi Rusiyanın əlverişli satış bazarı və xammal mənbəyidir. Yəni, Azərbaycan ərazisindən Rusiya satış bazarı kimi istifadə etmək, eyni zamanda ucuz xammal mənbəyi kimi istifadə etməyi planlaşdırırdı. Son məhsul istehsalına isə Rusiya Azərbaycanda icazə vermirdi. Ümumiyyətcə, müstəmləkə rejimi nə vaxt yaradıldı Azərbaycanda? Nə baş verdi ki, Rusiya bu siyasəti Azərbaycanda tətbiq etməyə başladı? Bunun üçün biz əvvəlki mövzuya qısa nəzər salmalıyıq. Biz bilirik ki, xanlıqlar Rusiya tərəfindən işğal olunandan sonra Rusiya burada müstəmləkə rejimi yaradıldı. Yəni, o xanlıqlar ki, Rusiyaya müqavimət göstərmişdilər, Rusiya həmin o xanlıqları dərhal ləğv etdi. Məsələn, Gəncə xanlığı, Bakı xanlığı, Dərbənd, Quba xanlıqları dərhal ləğv olundu. Lakin o xanlıqlar ki, müəyyən qədər Rus meyilli siyasət aparırdılar və yaxud məcburiyyətdən bunu etməyə məcbur idilər. İndi bu ayrı mövzudur və Rusiya həmin o xanlıqların müstəqilliyini müəyyən qədər qoruyub saxladı. Məsələn, biz baxırıq ki, Şəki, Qarabağ, Şamaxı, Naxçıvan, İrəvan, bunlar müəyyən qədər öz müstəqilliklərini qoruyub saxladılar. Yəni, burada xanlıq idarə üsulu düzdür, ləğv olunur, xanlara general rütbəsi verilir və onlar artıq Çar Rusiyasının generalları hesab olunurdu. Amma nəticə etibarilə həm müqavimət göstərən xanlıqlar, həmçinin də Rusiyanın hakimiyyətini könüllü qəbul edən xanlıqlar hamısı nəticə etibarilə Rusiya tərəfindən ləğv olunur. Biz burada qeyd etmişik xanlıqların ləğvi. Bu məsələyə də biz izah verdik. Xanlıqlar ləğv olunandan sonra buradakı idarə etmə, inzibati bölgü sisteminə nəzər salaq. İnzibati bölgü sistemi göründüyü kimi inzibati vahidlər burada deməli qeyd olunub. Deməli, əyalət, dairə, distansiya, mahal və kəndlər. İndi bunlara baxaq. Deməli, bunlara kim başçılıq eləyirdi? Komendantlar. Komendantlar, deməli, əyalət, dairə, distansiya. Bunların başında komendant dururdu. Komendantlar, deməli, həmçinin mahalları idarə eləyirdi. Mahal naibləri, kəndləri idarə eləyirdi. Kənd xudalar və yüzbaşılar. Həmçinin, deməli, biz burada artıq qeyd elədik bu məsələləri. Deməli, əyalətlər mahallara bölündü, mahallar kəndlərə bölündü və komendantlar haqqında da biz qeyd elədik ki, komendantlar Qafqazın baş hakimi tərəfindən təyin olunurdu və komendantların da geniş səlahiyyətləri vardı. Komendantların səlahiyyətləri hansılar idi? Mahal naibi və kənd xudaları vəzifəyə təyin etmək, təsərrüfat işləri, məhkəmə işləri, həmçinin vergi yığılması işinə də, deməli, vergi yığılması işinə də nəzarət eləyirdilər. Vergi yığılması işinə də nəzarət eləyirdilər. Deməli, mahal naibi və kənd xudanı vəzifəyə təyin etmək, bunlar da, deməli, komendantların səlahiyyətində idi. Həmçinin ölkənin təsərrüfat həyatı, məhkəmə həyatı və vergi yığılması da birbaşa komendantların səlahiyyətində idi. Və komendantların yeganə ölüm hökmü vermək hüquqları yox idi. Lakin komendantlar heç nədən çəkinmədən ölüm hökmü ölüm hökmü də verirdilər. Eyni zamanda komendantların bu özbaşınalıqları artırdı, artıq narazıçılıqlar özünü biruzə verirdi və
yoxlamalar aparılır burada və müəyyən olunur ki, vergilərin normadan artıq yığılması, eyni zamanda vergi yığanların vergi yığılmasının iltizama verilməsi, taxılı xəzinəyə ucuz qiymətə satmağa məcbur edilməsi əhalinin və yığılan vəsaitlərin mənimsənilməsi. Artıq bunlar yoxlamalar tərəfindən aşkar olunur və komendant idarə üsulunu ləğv etməyi artıq onlar məsləhət bilinirdi. Bütün təbəqələr, biz burada qeyd etmişik, bütün təbəqələr narazı idi. Bütün təbəqələr komendant idarə üsulundan narazı idi. Həmçinin bütün təbəqələr deyəndə, yəni həm aşağı təbəqə, həmçinin də varlı yuxarı təbəqə bu idarə etmə sistemindən narazı idilər. Cüzi bir hissəni biz burada qeyd edə bilərik ki, yalnız əhalinin, deməli, kəndxuda, yüzbaşı, bunlar vergi yığılmasında komendantlara kömək etdiyinə görə müəyyən qədər komendantlar onlara tiyul torpaqları verirdilər. Amma ümumilikdə götürəndə əhalinin bütün təbəqələri bu idarə etmə sistemindən narazı idi. Biz burada qeyd etmişik, yalnız çarizmə xidmət edən vəzifəyə təyin olunur və onlara da tiyul torpaqları verilirdi. Növbəti başlığımızla davam edirik. Biz burada qeyd etmişik köçürmə siyasəti. Ümumiyyətcə köçürmə siyasəti tək rusların yox. Biz baxırıq ki, tarixin müxtəlif dönəmində Azərbaycanda köçürmə siyasəti həyata keçirilmişdir. Biz məsələn Sasanilər dönəmində bunu qeyd edə bilərik. Həmçinin Ərəblər dönəmində də bunu qeyd edə bilərik və hər iki dönəmdə köçürmə siyasəti eyni məqsədə daşımışdı. Yəni özlərinə etnik dayaq yaratmaq. Əsas məqsəd deməli kimi bunu qeyd edə bilərik. Köçürülənlər kimlər olur? Deməli, almanlar, ermənilər və ruslar. Almanlar 1817-18-ci illərdə köçürülür. Almanların köçürülməsi axı niyə baş verdi? Niyə məhz almanlar? Çünki biz bilirik ki, 19-cu əsrin birinci yarısında Napoleonun Avropada apardığı müharibələr nəticəsində xeyli qaçqınlar düşürdü və Çar hökuməti də artıq həmin o Almanları Azərbaycanda məskunlaşdırmağa başlayırlar. Ermənilər isə deməli 2-ci Rus-Qacar müharibəsinin yekununda deməli 1828-ci ildə Türkmənçay biz burada qeyd etmişik. Yəni Rus-Qacar müharibəsinin yekununda və həmçinin də 1829-cu ildə Ədirnə Rus-Osmanlı müharibələrinin yekununda ermənilər həm Qacarlardan, həmçinin də Osmanlılardan Azərbaycan ərazisində məskunlaşdırılır. Ruslar isə 1830-cu ildə məskunlaşdırılır. Hansı ruslar? Təriqətçilər və bidətçilər. Təriqətçilər və bidətçilər. Yəni bunlar kimlərdir? Bunlar hökumətdən narazı olan qüvvələr idi ki, ruslar həmin bu qüvvələri özlərindən uzaqlaşdırmaq üçün, yəni bu problemi, narazılıqları həll etmək üçün həmçinin də ümumi şəkildə qeyd elədik ki, köçürmə siyasətində məqsəd özlərinə etnik dayaq yaratmaq olmuşdur. Ruslar və deməli təriqətçilər və bidətçilər də bu məqsədlə Azərbaycana köçürüldülər. Və həmçinin köçürülənlərə də şərait yaradıldı. Köçürülənlərə şərait yaradıldı. Onlar münbit məhsuldar torpaqlarda məskunlaşdılar. İndi gəlin həmçinin xəritə üzərindən də deməli məsələyə bir qədər geniş aspektdən baxaq. Deməli, ermənilər köçürüldü hansı ərazilərə? Naxçıvan, İrəvan, Qarabağ, Borçalı. Bu ərazilərə baxanda bir düz xətt boyunca biz bu əraziləri qeyd edə bilərik ki, bax bu bir düz xətt boyunca ermənilər həmin ərazilərə köçürüldü. Niyə məhz bu ərazilərə? Çünki deməli göründüyü kimi bu xəttin sağ və sol tərəfində olan yerli əhalinin bir-biri ilə əlaqəsini kəsmək, burada ruslaşdırma siyasəti aparmaq və həmçinin də öz müstəmləkəsi siyasətini yaymaq üçün məhz bu ərazilər seçilmişdi. Dediyimiz kimi bu ərazilərin bir-biri ilə əsas məqsədi o idi ki, bu ərazilərin bir-biri ilə əlaqəsini kəsmək, burada ruslaşdırma siyasətini aparmaq. Almanlar köçürüldü hansı hissəyə? Yelenendorf, yəni Göygöl və Annenfeld, Şəmkir. Göygöl və Şəmkir ərazilərinə deməli köçürüldü. Həmçinin Almanların köçürülməsinin də, həmçinin ermənilərin və rusların da köçürülməsinin də bir sıra
deməli, nəticələri olmuşdu. Köçürülənlərə bəs hansı güzəştlər olunurdu? Biz burada qeyd etmişik. Köçürülən ermənilərə edilən güzəştlər, onlar bütün vergi və mükəlləfiyyətlərdən azad olundular. Köçürülən ermənilərə edilən güzəştlər, deməli, bütün vergilərdən biz burada qeyd etmişik, azad olundular. Burada erməni vilayəti yaradıldı Naxçıvan və İrəvan ərazilərində. Onlar münbit torpaqlarla təmin olundular, yerli əhalinin torpağı hesabına. Bu da nəyə gətirib çıxardı? Yerli əhalinin torpaqlarının sayının azalmasına, bu da onların yaşayış səviyyəsinin aşağı düşməsinə, eyni zamanda da onların torpaqlarının azalmasına səbəb oldu. Almanların köçülməsinin nəticəsi nə oldu? Biz burada qeyd etmişik. Yerli əhali almanlardan furqon tipli at arabalarından istifadə etməyini öyrəndilər. Zirzəmili evlərdən, kirəmitdən, çardaqlar, kirəmitdən və deməli, kirəmitdən və çardaqdan evlərin tikintisində istifadəni öyrəndilər. Və eyni zamanda almanların özü də müəyyən məsələləri yerli əhalidən öyrənmişdilər. Və həmçinin də bu ermənilərin, rusların, almanların bura köçülməsində təbii ki, çarizmin xüsusi öz məqsədləri vardı ki, bu köçürülmə onların müstəmləkə siyasətinə xidmət etməli idi. Çarizmin iqtisadi siyasətinə baxaq, Ümumiyyətcə, müstəmləkə iqtisadi siyasətin əsas xüsusiyyətləri. Düzdür, bu mövzunu biz əvvəldə qeyd etdik, amma burada da bir daha yadımıza salaq. Müstəmləkəçi dövlət, deməli, nə idi burada? Baxın, ucuz xammal mənbəyi, ucuz xammal edirdi və hazır məhsul, deməli, məhsulu satırdı. Əsas məqsəd buydu. Bu da müstəmləkəçi dövlətin əlaməti qeyd olunub. Kənd həyatına baxaq. Kənd həyatı, deməli, ümumiyyətcə, kəndlilər iki hissəyə bölünürdü. Dövlət kəndliləri və sahibkar kəndliləri. Dövlət kəndliləri nə deməkdir? Dövlət torpaqlarında yaşayan kəndli xəzinəyə, sahibkar torpaqların, sahibkar kəndliləri isə həm xəzinəyə, həm də torpaq sahibinə vergi ödəyirdi. Və əhali torpağı köhnə qaydalarla deməli, əkib becərirdi. Həmçinin məhsulun çox hissəsini vergi verirdi. Eyni zamanda əkinə yararlı torpaqların yerli əhalidən alınıb gəlmə ruslara, ermənilərə, almanlara verilməsi əhalinin vəziyyətini də aşağı salmışdı. Həmçinin bir sıra ərazilərimiz yenə də müəyyən təsərrüfat sahəsi üzrə ixtisaslaşmışdı. Məsələn, Qarabağda və Şirvanda buğda, arpa, Lənkəranda çəltik, düyü istehsalı geniş yayılmışdı. Lakin müharibələr zamanı ənənəvi suvarma sistemlərinin sıradan çıxması, eyni zamanda irriqasiya, yəni süni suvarma sistemlərinin dağılması kənd təsərrüfatı ilə bağlı əhalinin vəziyyətinə mənfi təsir göstərmişdi. Biz burada qeyd etmişik Rus sənayesinin tələbatı. Rus sənayesinin, yəni bu nə deməkdir? Rusiya özünün hansı sahəyə marağı var idisə, Azərbaycanda həmin o sahəni inkişaf elətdirirdi. Məsələn, ipəkçiliyin inkişafı qeyd eləmişik burada. Rusiya özünün ipəyə olan tələbatını artırmaq üçün nə edirdi? Bu sahə ilə bağlı bir sıra işlər görmüşdü. Məsələn, 1827-ci ildə Şəkidə Xanabat manufakturası fəaliyyətə başlamışdı. 1827-ci ildə Şəkidə Xanabat manufakturası fəaliyyətə başlamışdı və bu da Rusiya ipəyinin, Rusiya deməli, dövlətinin ipəyə olan tələbatını ödəmək məqsədi daşımışdı. Yəni, Rusiya heç də bu siyasəti aparmaqla Azərbaycan əhalisinin vəziyyətini yaxşılaşdırmaq kimi bir məqsədi olmamışdı. Eyni zamanda Cənubi Qafqazda ipəkçilik və ticarət sənayesinin yayan cəmiyyəti yaradılır 1836-cı ildə və bu muzlu əməkdən istifadə edən böyük bir ipəkçilik deməli, təsərrüfatına çevrilir. Eyni zamanda Çar hökuməti kənd təsərrüfatında əmtəə istehsalının artmasını nəzərə alaraq natural vergini pul vergisi ilə də əvəz etmişdir. Bu nə deməkdir? Yəni, əmtəə nədir? Əmtəə satış deməkdir. Yəni, məhsul vergisini pul vergisi ilə əvəz etmişdir. Və bu muzlu əmək tətbiq olunan ən böyük müəssisə idi. 1836-cı ildə açılan müəssisə.
Şəhər həyatına baxaq. Biz burada qeyd etmişik güzəştli ticarət tarifi. Deməli, güzəştli ticarət tarifi 1821-ci ildə verilir. Burada qeyd etmişik, 1821-ci ildə verilir. Burada nə nəzərdə tutulur? Məqsəd nə idi bu tarifin verilməyində? Ticarəti inkişaf etdirmək. Burada nə nəzərdə tutulurdu? Deməli, Cənubi Qafqazda gətirilən əcnəbi malların yalnız 50%-dən gömrük rüsumu alınırdı. Bu 50%-dən biz burada qeyd etmişik, əcnəbi mallardan 50%-dən gömrük haqqı alınırdı. Nəticə nə oldu? Nəticədə ticarət canlandı. Ticarət canlandı. Lakin daha ucuz və keyfiyyətli olan Avropa malları Rus mallarını sıxışdırıb aradan çıxarır və buna görə də Rusiya bu tarifi ləğv eləyir. Əvəzində isə 1831-ci ildə yasaq tarifi adlanan bir tarif verir və Avropa mallarının axınını məhdudlaşdırır. Necə məhdudlaşdırır? Onlara yüksək gömrük rüsumu təyin eləyir və bu da Rus mallarının deməli, satışını ləngidir. Bundan əlavə, deməli, bu dövrdə ticarətin inkişafına səbəb olan bir sıra hadisələr baş verir. Məsələn, 1836-cı ildə rəhdari sistemi ləğv olunur. Rəhdari sistemi nə idi? Rəhdari sistemi daxili gömrük haqqı deməkdir. Rəhdari sisteminin ləğv olunması ticarətin inkişafına müsbət təsir göstərir. Biz burada qeyd etmişik, rəhdari sisteminin ləğvi 1836 və ticarət inkişaf etdi. Və vahid daxili bazarın formalaşmasına kömək oldu. Rəhdari sisteminin ləğvi. Neft və digər sahələrə nəzər salaq. Ümumiyyətcə, həm neft və neftlə bağlı olan digər sahələrdə isə kəndlərin məcburi əməyindən istifadə olunurdu. İltizam sistemi mövcud idi. Məcburi əmək adından göründüyü kimi, yəni bu əməyin qarşılığında kəndliyə heç bir yardım, heç bir məvacib verilmirdi. İltizam sistemi də yəni icarəyə verilmə deməkdir. İltizam sistemindən istifadə olunurdu və yeyinti sənayesi əsasən balıq və duz istehsalı idi və balıqçılığı, yəni neftdən başqa digər sahə olan balıqçılığı da inkişaf etdirmək üçün salyan xəzinə qəyyumluğu yaradılır. Və burada kəndlərin dediyimiz kimi məcburi əməyindən istifadə olunması, eyni zamanda iltizam sisteminin mövcudluğu bu sahə ilə bağlı olan əhalinin vəziyyətini ağırlaşdırırdı. Yəni, əhalinin əməyə marağı olmurdu. Növbəti başlığımızla davam edirik. Xalq hərəkatı. Biz müstəmləkə siyasətini qeyd edəndə komendant idarə üsulu haqqında danışdıq və qeyd elədik ki, komendantların yeganə ölüm hökmü vermək hüquqları yox idi, lakin ölüm hökmü də verirdilər. Eyni zamanda qeyd elədik ki, Cənubi Qafqazda yoxlamalar aparmış Kutaysov, Meçnikov burada həddən artıq özbaşınalıqlar aşkar eləyirlər və Çar hökumətinə məsləhət bilirlər ki, komendant idarə üsulunu ləğv etsin. Və artıq komendantların bu özbaşınalığı gətirir, üsyanlara səbəb olur. Bu üsyanların səbəbini qeyd eləmişik. Deməli, komendant idarə üsulu, məmur özbaşınalığı, vergi və mükəlləfiyyətlərin artırılması və eyni zamanda Çar hökumətinin köçürmə siyasətini də biz qeyd eləyə bilərik. Eyni zamanda hakim təbəqənin hüquqlarının iltizam sisteminin mövcudluğu, qeyd elədik, köçürmə siyasəti, milli və dini zülm. Bütün bu səbəblər səbəb olur ki, Azərbaycanda 30-cu illərdə komendant idarə üsuluna qarşı üsyanlar baş versin. İlk olaraq başlayırıq Çar Balakən üsyanından. Üsyan 1830-cu ildə baş verdi. Çar Balakən üsyanının bir sıra özünə məxsus xüsusiyyətləri vardı. Bu xüsusiyyətlər nədən ibarət idi? Çar Balakən cəmaatının Rusiya xəzinəsinə xeyli miqdarda borcu yığılmışdı. Artıq vergiləri ödəmirdilər və Çar hökuməti Çar Balakənə xəbər göndərir ki, vergilər dərhal ödənsin. Çar hökumətinin bu
deməli, təklifinə onlar müsbət cavab vermirlər və ona görə də Çar hökuməti bölgəyə qoşun yeridir, Çar Balakənin daxili muxtariyyətini ləğv eləyir. Daxili muxtariyyət, biz burada qeyd eləmişik, daxili müstəqilliyin ləğvi. Çar Balakən Çar Rusiyası dövründə daxili müstəqilliyini qoruyub saxlamışdı. Və daxili müstəqillik ləğv olunur və burada yaradılır müvəqqəti idarə. Müvəqqəti idarənin də deməli, yaradılması ilə artıq burada tam şəkildə Çar Rusiyasının idarə etmə sistemi formalaşır. Müvəqqəti idarəndə formal xarakter daşıyırdı. Düzdür, müvəqqəti idarədə yerli şəxslərdən də orada təmsil olunmuşdu, ancaq onlar formal xarakter daşıyırdı. Yəni, bütün məsələlər Çar hökuməti tərəfindən həyata keçirilirdi. Artıq Çar Balakənin daxili müstəqilliyinin ləğvi, eyni zamanda əhalinin tam hüquqsuz bir vəziyyətə salınması gətirir bu üsyana səbəb olur. Çar Balakəndə eyni zamanda müridizm təbliğatı da geniş yayılmışdı və ona görə də biz burada üsyanın rəhbərlərini qeyd eləmişik. Şeyx Şaban və Həmzət bəy. Şeyx Şaban və Həmzət bəyin başçılığı altında dağlı dəstələr də üsyançılara köməyə gəldi. Burada qeyd etdik vergilərin ödənilməməsi, borcunu tələb eləyirlər və rədd cavabı alırlar. Buna görə də ruslar bölgəyə qoşun yeridir. Üsyan ruslar tərəfindən yatırılır. Üsyanın iştirakçıları ciddi şəkildə cəzalandırılır. Növbəti üsyanımız Lənkəran üsyanıdır. Lənkəran xanlığı ləğv olunandan sonra Lənkəran xanı Mirhəsən xan, burada qeyd etmişik, üsyanın rəhbəri Mirhəsən xan Qacarlar dövlətinə getməyə məcbur olur. Qacarlar dövlətinə sığınmışdı. Burada qeyd eləmişik. Və eyni zamanda Lənkəran üsyanında digər bölgələrdən də bura qoşun yeridir Rusiya və beləliklə də bu üsyan da yatırılır və Mirhəsən xan yenidən Qacarlar dövlətinə sığınmağa məcbur olur. Növbəti üsyanımız Quba üsyanıdır. Ümumiyyətcə 30-cu illər üsyanı içərisində ən böyük üsyan Quba üsyanıdır. Yəni iştirakçıların sayına görə ən böyük üsyan Quba üsyanıdır. 1937-ci ildə baş vermişdi. Üsyanın rəhbəri Hacı Məhəmməd olmuşdu. Üsyan üçün bəhanə nə olur? Varşavadakı müsəlman alayına atlı toplanması. Çünki bu atlar yerli əhalinin hesabına toplanırdı. Bu da onların vəziyyətinə mənfi təsir göstərirdi və əhalinin səbir kasası dolur və bu da gətirir üsyana çıxarır. Üsyançıların tələbləri nə idi bəs? Üsyançılar atlı yığılmasının dayandırılmasını, komendant və onun əlaltılarının işdən çıxarılmasını tələb eləyirdilər və eyni zamanda Quba üsyanında Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparan Şeyx Şamil də üsyana dəstək olurdu. Biz burada Şeyx Şamilin üsyançılara müraciətini də qeyd etmişik. Deməli, Şeyx Şamil deyir ki, bizim etiqad və adətlərimizin düşmənlərinə qarşı üsyan edin, boş vədlərə və kağızlara aldanmayın, susmaq sizin üçün ölüm deməkdir. Bunu Şeyx Şamil Quba üsyançılarına müraciətlə qeyd etmişdi. Üsyanın gedişində hərbi şura yaradılır və üsyan zamanı qalaya hücum etməkdə ləngimə gətirir, üsyanın məğlub olmasına səbəb olur. Çar hökuməti bu üsyanı da amansızlıqla yatırır, üsyan iştirakçılarına qanlı divan tutur və Hacı Məhəmməd də dar ağacından asılır. Göründüyü kimi üsyanlar ruslar tərəfindən yatırılır, lakin bu üsyanların da biz sonda səbəbin qeyd eləyəcəyim. Növbəti üsyanımız Şəki üsyanı olur. 1838-ci ildə Şəki üsyanına başçılıq eləyirdi Məşədi Məhəmməd. Şəki üsyanı qeyd etmişik burada. 1838-ci ildə baş verir. Üsyanın rəhbəri olur Məşədi Məhəmməd. Quba üsyanında oldu Hacı Məhəmməd, Şəki üsyanında oldu Məşədi Məhəmməd. Şəki üsyanının da eyni səbəblər var idi. Eyni səbəb və eyni səbəblər qeyd etmişik. Yəni, Çar Balakən, Lənkəran, Quba üsyanında olan səbəblər eyni zamanda Şəki üsyanında da olmuşdu. Üsyanın məğlub olma səbəbləri. Üsyanın məğlub olma səbəbləri
Bu tək Şəki üsyanına yox, eyni zamanda 30-cu illərdə baş vermiş digər üsyanlara da biz bunları ayırd eləyə bilərik. Yerli xarakter daşıması, qüvvələr nisbətinin qeyri-bərabər olması, üsyançılara qarşı nizami qoşunun yeridilməsi, yəni xalq təbii ki, nizami qoşunla xalq arasında döyüş baxımından fərq var. Həmçinin zəif silahlanmaları bu üsyanların məğlub olma səbəbləri kimi qeyd oluna bilər. Və Lənkəran üsyanı, Şəki üsyanı da yatırılır və dediyimiz kimi bu üsyanlar məğlub olsa da, amma böyük tarixi əhəmiyyəti olmuşdur. Və artıq Çar hökuməti başa düşür ki, bu idarəetmə sistemi ilə uzun müddət buranı idarə etmək mümkün olmayacaq. Və ona görə də Rusiya başa düşdü ki, komendant idarə üsulu buradakı onun maraqlarına cavab vermir. Ona görə də bu üsyanların nəticəsi olaraq qeyd edirik ki, bu üsyanlar səbəb oldu ki, Rusiya komendant idarə üsulunu ləğv etməyə məcbur olur. Amma bu ləğv etmə heç də əhalinin vəziyyətini yaxşılaşdırmaq yox, müstəmləkə rejiminin daha da möhkəmləndirilməsinə xidmət eləyirdi. Və beləliklə də 1840-cı ildə komendant idarə üsulu ləğv olunur, inzibati islahat keçirilir, quberniya, qəza, sahə və məhkəmə bölgüsü yaradılır. Quberniya, qəza, sahə və məhkəmə bölgüsü yaradılır. Deməli, bunlar nədən ibarət idi? İnzibati bölgü kimi Xəzər vilayətinə və Gürcü İmretiya quberniyasına bölünür. Xəzər vilayəti və Gürcü İmretiya quberniyasına bölünür. Gəlin, sxem üzərində buna nəzər salaq. Deməli, komendant idarə üsulu 40-cı ildə ləğv olundu, 2 inzibati bölgü yaradıldı. Xəzər vilayəti və Gürcü İmretiya quberniyası. Burada da qeyd eləsək, xəritə vermişik burada. Bura Gürcü İmretiyasıdır. Bura isə hardan çəkək? Bura isə Xəzər vilayətidir. Bu göy hissə Gürcü İmretiya quberniyası, bu hissə isə Xəzər vilayəti ərazisinə daxil edir. Yəni Xəzər vilayətinin qəzalarına baxaq. Şəki, deməli, Xəzər vilayətinin qəzaları mərkəzi Şamaxı olan, deməli, Xəzər vilayəti və mərkəzi Tiflis olan Gürcü İmretiya quberniyasına bölünür. Deməli, bu əraziləri biz qeyd eləmişik. Xəzər vilayətinə Şəki, Quba, Dərbənd, Qarabağ, Bakı, Şirvan, Lənkəran əraziləri daxilidir. Gürcü İmretiya quberniyasına isə Yezdavetpol, yəni Gəncə, İrəvan, Naxçıvan, Carbalakan əraziləri də daxil idi. Ümumilikdə bir daha qeyd edirəm, bu yaşıl hissə Xəzər vilayəti idi. Məsələn, biz burada qeyd edə bilərik Şəki, İrəvan, Naxçıvan, Yezdavetpol, Carbalakan əraziləri qeyd edə bilərik və bu oldu Gürcü İmretiya quberniyasına. Xəzər vilayətinə də bu hissələri qeyd elədik. Məsələn, deməli, Şuşa, Şamaxı, Dərbənd, Lənkəran bu quberniyaları qeyd eləyə bilərik. Eyni zamanda məhkəmə islahatı keçirilir 1866-cı ildə. Deməli, sonraki ildə bu keçirilir məhkəmə islahatı. Eyni zamanda məhkəmə rus dilində keçirilirdi. Bir daha qeyd edirəm, məhkəmə islahatı 1866-cı ildə sonradan keçirilir. Amma burada da məhkəmə islahatı keçirilmişdi. Ümumi imperiya qanunları çərçivəsində keçirilirdi məhkəmələr. Məhkəmələr bir qayda olaraq rus dilində aparılırdı. Buna görə tərcüməçi iştirak eləyirdi. Yerli əhalinin dilinə, dininə, adət-ənənəsinə yad olduğuna görə məhkəmələr düzgün şəkildə keçirilmirdi və bu da kütləvi narazılığa səbəb olurdu. Burada şəriət məhkəmələri qeyd etmişik. Şəriət məhkəmələrdə yalnız adından göründüyü kimi şəriət dini məhkəmələrdir. Yalnız kəbin talaq məsələlərinə baxırdı.
kəbin talaq məsələlərinə baxırdı. 1844-cü ildə Qafqaz canişinliyi yaradılır. 1844-cü ildə mülki və hərbi səlahiyyətlərə malik idi canişinlik, mülki və hərbi səlahiyyətlərə malik idi. Ümumiyyətcə Qafqaz canişinliyi baxın 1844-cü ildə yaradılır, 1883-cü ildə ləğv olunur, 1905-ci ildə yenidən yaradılır, 1917-ci ildə isə yenidən ləğv olunmuşdu. Davam edirik növbəti slaytımızla. Deməli, yeni inzibati islahat keçirilir. Bir dəqiqə, yeni inzibati islahat keçirilir. Artıq qubeyniyalar yaradılmağa başlanılır. Deməli, yeni inzibati islahat keçirilir. Qubeyniyalar yaradılır. Qubeyniyalara baxaq. Tiflis, Kutayiz, Dərbənd, Şamaxı. Bu qubeyniyalar nə vaxt yaradıldı? 1846-cı ildə. 1846-cı ildə bu 4 qubeyniya yaradıldı. Tiflis, Kutayiz, Dərbənd, Şamaxı. İrəvan quberniyası və Naxçıvan quberniyası 1849-cu ildə yaradılır. 1849-cu ildə yaradılır. Bakı quberniyası isə 1859-cu ildə yaradılır. 1859-cu ildə Şamaxıda zəlzələ baş verir. Ona görə də bu Bakı ərazisinə köçürülür və beləliklə də 1859-cu ildə Bakı quberniyası yaradıldı. Dərbənd quberniyasının ləğvi 1860-cı ildə olur. Dərbənd quberniyası biz bilirik ki, burada qeyd etdik. 1846-cı ildə yaradılmışdı. 1860-cı ildə isə Dərbənd quberniyası ləğv olunur. Yezavetpol quberniyası isə 1860-cı ildə deməli ləğv olunur. 68-ci ildə ləğv olunur. Davam edirik növbəti slaydımızdan və Rusiya təbii ki, Qafqaz canişinliyi də yaradandan sonra yenə də burada müstəmləkəçi siyasəti davam eləyirdi və artıq 30-cu illər üsyanından sonra Çar hökuməti burada bəzi dəyişiklik etmişdi. Yerli əhali idarəçilikdən uzaqlaşdırılmışdı. Nəyə görə? Çünki yerli əhali, üzr istəyirəm, əhalinin yuxarı təbəqəsi, yəni bəylər, ağalar idarəçilikdən uzaqlaşdırılmışdı. Nəyə görə? Çünki onlar üsyanlar zamanı yerli əhaliyə kömək etmişdilər. Ona görə də Çar hökuməti artıq onlara etibar etmirdi və onlar idarəçilikdən uzaqlaşdırılır. Amma Çar hökuməti bir şeyi hesab etməmişdi ki, yerli bəylərin, ağaların razılığı olmadan, onların iştirakı olmadan burada idarəçilik aparmaq mümkün olmayacaq. Burada idarəçilik aparmaq mümkün olmayacaq. Burada bir məsələni qeyd etmək istəyirəm. Yezavetpol quberniyası 1868-də yaradılıb. 1800 burada texniki səhv baş verib. 68-də deməli 1868-də Dərbənd quberniyası yaradılıb. Yezavetpol quberniyası 1868-ci ildə yaradılıb. Burada texnik səhv olmuşdu. Bunu da qeyd elədik. Deməli, Çar hökuməti 1841-ci ildə belə bir fərman verir ki, Qazax, Borçalı, Şəmşəddil və Xəzər vilayətindən deməli torpaqları, bəylərin torpaqları müsadirə olunsun. Qazax, Borçalı, Şəmşəddil, Xəzər vilayətin bəylərin torpaqları müsadirə olunsun 1841-ci ildə. Və kütləvi çıxışlar olur bu deməli məsələyə qarşı. Ona görə də 1840-cı ildə hökumət geri addım atır və yenidən onların torpaqları özlərinə qaytarılır. Növbəti başlığımızla davam edirik. Reskriptin verilməsi. Reskript 1846-cı ildə verilir. Reskript nədir? Qanunun gücündə olan sənəd. 1846-cı ildə verilir. Bəy və ağaların torpaqları onların irsi mülkiyyəti kimi təsdiq olunur. Müxtəlif kəndli qrupları
əvəzinə, deməli, bəy, ağa, nökər filan bu adları əvəzinə ümumi şəkildə mülkədar tabelisi adlandırılır. Torpaq hüququ baxımından ali təbəqə rus məmurları ilə deməli bərabər hüquqlar qazanıldı. Artıq yəni buradakı olan qeyri-bərabərlik aradan qaldırıldı. Torpaq hüququ baxımından və sosial dayaq yaratmaq yolunda ilk ciddi addım oldu. Yəni 1846-cı ildə Çar hökuməti reskripti verməklə ilk sosial dayaq yaratmaq məsələsini həll etmiş oldu. Növbəti başlığımızla davam edirik. Kəndli əsasnamələri. Kəndli əsasnamələri 1847-ci ildə verilir. Kəndli əsasnamənin keçirilməsində məqsəd nədir? Sahibkar və kəndli münasibətlərinə hüquqi aydınlıq gətirmək. Sahibkar və kəndli münasibətlərinə hüquqi aydınlıq gətirmək. Kəndli əsasnamələrinə nələr daxildir? Buna birgə nəzər salaq. Deməli, 15 yaşına çatmış kişi cinsindən olan hər bir şəxsə 5 desiatın yararlı torpaq sahəsi verilirdi. 15 yaşına çatmış kişi cinsindən olan hər bir şəxsə 5 desiatın yararlı torpaq sahəsi verilirdi. Eyni zamanda kəndli taxılın 1/10-ni digər məhsulların isə 1/3-ni malcəhət şəklində sahibkara ödəməli idi. Malcəhət şəklində nə? Biz bilirik ki, malcəhət məhsul vericisi idi. Yəni taxılın 1/10-ni, digər məsələn çəltik olsun, digər texniki bitkilər olsun, bu məhsulların isə 1/3-ni malcəhət şəklində sahibkara verməli idi. Kəndli torpağı bəyin iş heyvanı, toxum və alətlərindən istifadə edərək becərərdisə, məhsulun 5/1-ni verməli idi. Otlaqlardan istifadə müqabilində çöp başı verməli idi. Bəy təsərrüfatında ildə 18 gün müddətinə biyara çıxmaq üçün kəndli ailəsindən bir nəfər ayırmalı idi. Yəni bir nəfər ayrıldı və bəy təsərrüfatında ildə 18 gün müddətinə biyara çıxmaq lazım idi. Biyar nə idi? Havayı işləmək. Bütün kəndlilər ildə 2 gün bəy təsərrüfatına əvrəz də adından göründüyü kimi əvəzsiz işləmək, belə yadımıza saxlayaq, yerinə yetirməli idi. Amma kəndlilərin köçmək hüququ saxlanıldı. Kəndlilərin bir yerdən başqa yerə köçmək hüququ saxlanıldı və həm reskriptdə, həm də kəndli əsasnamələrində bəylərə kəndlilər üzərində polis və qismən məhkəmə hüququ verildi. Yəni bəylər kəndlilər üzərində məhkəmə keçirə, eyni zamanda onun üstündə polis hüququ da almışdı. Və kəndli əsasnamələri bəy və kəndli münasibətlərini qanuni hüquqi şəklə saldı. Kəndli əsasnamələri bəy kəndli münasibətlərini qanuni hüquqi şəklə saldı. Və sonda bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bax, bu islahatların içərisində, yəni həm kəndli əsasnamələri, həmçinin də reskript yalnız sahibkar kəndlilərinə aid idi. Dövlət kəndlilərinə aid deyildi. Sahibkar kəndliləri, dövlət kəndliləri məsələsinə bir daha qayıdaq. Dövlət kəndliləri, deməli, dövlət torpaqlarında yaşayan kəndlilər xəzinəyə, sahibkar torpaqlarında yaşayan kəndlilər isə həm xəzinəyə, həm də torpaq sahibinə vergi ödəyən kəndlilərdir. Bu mövzuyla bağlı mənim izahım bu qədər. Uğurlar hər birinizə.